Türkiyənin İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlu həbs olunub. Onun da həbs olunmasına səbəb heç də Erdoğan deyil. Əksinə CHP-nin keçmiş üzvü Erkan Çakır bugün bir açıqlama verib ki, gedin siz həmən o ifadələrə baxın, Əkrəm İmamoğlu'nun həbs olunma səbəbini araşdırın. Görəcəksiniz ki, Əkrəm İmamoğlu'nun həbs olunması üçün ifadə verən bir dənə belə AKP-li, AK Partiyalı bir vətəndaş yoxdur. Əkrəm İmamoğlu'nun həbs olunmasına səbəb olan ifadələri məsələ CHP üzvləri verib. Bildiyiniz kimi CHP Türkiyədə böyük bir partiyadır və partiyanın daxilində də müəyyən qruplaşmaları var. Kemal Kılıçdaroğlu'nun müəyyən bir qrupu var, dəstəsi var. Eyni zamanda Mansur Yavaş, Ankara Bələdiyyə sədri Mansur Yavaş'ın tərəfdarları var və CHP'də daxili bir qarşıdurma var, partiya daxili bir qarşıdurma var və onun nəticəsi olaraq da partiya üzvləri, partiyanın nümayəndələri bir-birlərini ifşa edir, bir-birlərinə danos yazırlar və görünən də odur ki, partiya daxilində İmamoğlu'nu sevməyən və İmamoğlu'ya qarşı olan məhz İmamoğlu'nun partiyası olan CHP'nin üzvləri İmamoğlu'ya qarşı şikayət veriblər, şikayət ərizəsi yazıblar və müəyyən hüquq mühafizə orqanlarına müəyyən bir faktları təqdim ediblər və onun nəticəsində də hazırda araşdırma gedir. Yəni, məsələ budur.